İşçi əgər qanunsuz olaraq işdən çıxarıldığını düşünürsə, nə etməlidir? İlk olaraq atacağı addım hansı addım olmalıdır? İlk öncə təbii ki, yazılı ərizə ilə öz rəhbərliyinə müraciət edə bilər. Daha sonra məhkəməyə qədər qanunvericilik nəzərdə tutub Dövlət Əmək Müfəttişliyinə müraciət etmək. Ondan sonra artıq məhkəməyə müraciət edərək ehtimal etdiyi öz pozulmuş hüquqlarını bərpa edə bilər. Amma burada lakin vacib bir məqam müddət məsələsidir. Bir ay ərzində bu olmalıdır. Bir ay ərzində əgər bir ay vaxtı əgər buraxılarsa, artıq məhkəməyə müraciət etmək mümkün olmayacaq. Bir ay ərzində öncə Əmək Müfəttişliyinə müraciət edir, daha sonra onlardan hər hansı bir rəsmi cavab almalıdır, yoxsa özü dərhal məhkəməyə müraciət edə bilər? Burada deməli hərəkətlərin alqoritmi belədir. İşdən çıxarılan şəxs istəsə birbaşa məhkəməyə müraciət edə bilər. Lakin daha yaxşı olar ki, işdən çıxarılan şəxs birinci Əmək Müfəttişliyinə müraciət etsin. Bu zaman əgər o Əmək Müfəttişliyinə müraciət edərsə, həmin o bir ay müddəti Əmək Müfəttişliyindən aldığı cavabdan sonra hesablanacaqdır. Aydındır. Və burada məhkəməyə qədər də mediasiya qaydası var. Yəni məhkəməyə iş gedib çatana qədər mediasiyadan keçir. Mediasiyadan da məqsədi tərəfləri məhkəməyə qədər dinləmək və mümkün dərəcədə barışdırmaq, yaranmış problemləri aradan qaldırmaqdır.